Özümü yaxşı hiss etmirəm, əsəb keçirirəm. Bunu Qaynar Infoya açıqlamasında xalq artisti Naibə Allahverdiyeva qızı Məryəmin toy hazırlıqlarından danışarkən deyib. Aktrisa narahatlıq keçirdiyini açıqlayıb. Çox həyəcanlıyam, narahatam. Övladlarına toy edən adamları indi başa düşürəm. Məryəmin xeyir işi qısa müddətdə baş verib. Nişan, xına yaxdı, zaks və indi də toy. Toya 500 nəfər dəvət olunub. Oğlan qız toyu bir yerdədir. Mənə çox çətindir. Ağır bir tədbirdir. Bu səbəbdən çox narahatam. Bu narahatlıq da məndə stres yaradıb. Bütün günü gərginlik içərisindəyəm. Bu da səhhətimə təsir edir. Aktrisa qızının toy mərasiminin bütün təşkilatı işlərini öz üzərinə götürüb. Ağır prosesdir. Təşkilatı işləri çoxdur. Beynim yorulur. Hər şeyi dəqiqliyi ilə sevirəm. Toy çox çətindir. Düzdür, adam sevinir ki, övladının toyudur, gəlin köçür, amma hazırlıqları çox çətindir. Qeyd edək ki, xalq artisti Naibə Allahverdiyevanın qızının toyu aprelin 29-unda keçiriləcək.